Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Müavini tanınan şəxsə müəyyən məlumatları çatdırmaq istəyirəm. Hansı ki, əlilliyə görə pensiya çıxmaq istəyir və eyni zamanda yaşa görə pensiya çıxmaq istəyir. Amma əmək stajı çatmır ki, yəni pensiya çıxsınlar. Onlara bir şərt xəbər vermək istəyirəm qanunverici əsasında ki, necə müavinəti pensiya dəyişə bilərsiniz. Hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə bir əlilliyi olan şəxs kimi, əlillik arabasında olan şəxs kimi bir məsələyə toxunmaq istəyirəm. Sabah 3 dekabr beynəlxalq əlillik günüdür. Ona görə istəyirəm mən bir əlilliyi olan şəxslərə daha çox məlumatlar verim, qoy sevinsinlər. Eyni zamanda əlilliyə və olan ailə üzvlərinə müraciət edirəm ki, mən əziyyət çəkin insanların müavinələrində gəl biz bir-birimizə dəstək olaq. Biz bir-birimizə dəstək olmasaq, heç kim bizə dəstək olmayacaq. Hörmətli izləyicilər. Mənim videomu bəyənin, kanala abunə olun ki, daha çox şəxsin bu verdiyim məlumatlardan xəbəri olsun. Xüsusilə əlilliyi olan şəxslər və yaşa görə pensiya çıxan şəxslərin xəbəri olsun. Eyni zamanda ondan xəbəri olsun ki, mən Zaur Seyidzadə həm əlilli şəxs olduğuna görə, həm hüquqşünas olduğuna görə, eyni zamanda əlillik təşkilatının rəhbəri olduğuna görə dünyanın 40 tanınmış əlilliyi haqqında bir kitab hazırlamışam. Həmin kitabı 20 manat satıram. Qoy hamı bilsin. İstərsən videonu bəyənin, bu məlumat hamına çatsın. Və hörmətli izləyicilər, keçən mövzuya ki, vaxtından əvvəl əlilliyə görə necə pensiya çıxa bilərsiniz, baxmayın ki, qanunvericidə müəyyən boşluqlar var. Yəni, qanunvericidə bəzi şəxslər deyirlər ki, əmək fəaliyyətinin dövründə, yəni yaşa görə pensiya, eyni zamanda əlilliyə görə pensiya, staja görə müəyyən olunur. Belə ki, əlilliyi olan şəxslərə əmək dövründə hər yaşa görə 4 ay staj hesab olunmalıdır. Məsəl üçün, bu nə deməkdir, hörmətli izləyicilər? Minimum 5 il əmək stajı olmalıdır, yəni 60 ay. 60 ay ilə 4-ə vuranda 15 il. 15 yaşına 15 il fərq edəndə 30 yaşına qədər minimum hardasa 5 il staj yığılmalıdır. Amma heç nə bu belədir. Qanunda müəyyən müstəsna hallar var. Deməli, bilirsiniz ki, mən keçən videoda məlumat vermişdim ki, 2006-dan 2018-ə qədər əmək stajı olan şəxslər 25 il belə deyək, staj hesab olunur. Bir gündə işlədiyi halda. Eyni zamanda birinci qrup əlilliklə bağlı həmin qanunda qeyd olunub ki, birinci qrup əlillik 2006-ya qədər, yəni hər yaş dövrü üçün belə deyək, hər il üçün 4 ay staj hesab olunur 2006-ya qədər. Bu o deməkdir ki, əlilliyi olan şəxs 2006-dan 2018-ə qədər bir gündə işləyibsə, avtomatik onda həmin 5 il stajı var. Nə ki 5 il, 25 il yığır. Bu müəyyən qədər digər normativlərə baxanda, mübahisə edəndə hörmətli izləyicilər, ikinci və üçüncü qrup əlilliklərə də aiddir. Nəzərə alın, hörmətli izləyicilər, bu məsələ. Yəni ki, qanunverici digər normativlərlə deyir ki, əlilliyi olan şəxsləri digər şəxsdən ayırmaq olmaz. Əgər sən digər şəxslər belə deyək, 25 il əmək stajı sayırsa, 2006-dan 2018-ə qədər işləyirsə, bir gündə o halda sayırsa, 1 manatlı pensiya kapitalı ödəyirsə, o halda hesab edirsənsə, o əlilliklər də şamil olmalıdır. Zəhmət olmasa bu videonu bəyənin, qoy hamı bilsin. Hörmətli izləyicilər. Əgər bu sizə şamil olmursa, bununla bağlı ərazi üzrə inzibata məhkəməyə müraciət edə bilərsiniz. Hörmətli izləyicilər, nəzərə alın. Əsas məsələdən biri budur. Və digər məsələ keçin ki, yaşla bağlı pensiya. Deməli, pensiya yaşa görə necə hesablanır? Bir gün hal-hazırda pensiya kapitali 46.080 manat hesablanır. 46.080 manatdan yuxarı kim nə yığılırsa, hörmətli izləyicilər, artıq o pensiya əlavədir. Eyni zamanda onu qeyd edin ki, hörmətli izləyicilər, yəni ki, həmin 46.080 manat 144 aya bölünür. Amma qanunverici əsasən hər 6 ildən bir pensiya yaşını çatdıqda pensiya hesablana bilər. Həmin 6 ildən bir hesablanır 72 ayı. Həmin pensiya kapitalı nə qədər yığmışsa, o da 72-yə vurulmalıdır. Hörmətli izləyicilər. Yəni onu nəzərə alın. Eyni zamanda əlilliklərlə bağlı bir şey deyim ki,
hörmətli icazə təzədən həmin məsələyə qayıdaq. Siz əgər inzibati məhkəməyə müraciət edirsiniz ki, belə deyək, müavinətdən mən keçən əyivi pensiya, bu əyivin təyin olmasıdır ya. Yəni ki, insanlar buna görə fikir saç-boş qalmasın. Əyivin təyin olması başqa şeydir. Müavinətdən pensiya keçmək başqa bir şeydir. Hörmətli icazə. Nəzərə alın. Əsas məsələdən biri budur. Hətta bütün vətəndaşlara qeyd edin ki, əgər 2006-dan 2018-ə qədər işləmişsiniz, verginiz olubsa, vergi ödəməlisinizsə, vergini təzədən hesab edərək, sosial ödənişdən söhbət gedir. Təzədən hesab edərək, ödəyərək məhkəməyə müraciət edə bilərsiniz ki, sizə pensiya hesablansın, hörmətli icazə. Hörmətli icazə, qeyd edin ki, mənim şotla birlikdə 1700-dən artıq videom var. Buyurun, baxın, müharifənim, istər pensiyanla bağlı olsun, istər sosial yardımla bağlı olsun, istər əvvətlə bağlı olsun, istər vəsailə bağlı olsun, istər digər məsələ ilə bağlı olsun. Və sonunda da onu qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefon hüququ məsələsinin və əhalinin hüququ məsələsinin verilməsi 10 manatdır. Hörmətli icazə. Zəhmət olmasa mənə dəstək üçün videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Eyni zamanda onu qeyd edin ki, evdən çıxa bilməyən şəxslər onlayn qaydada müraciət edərək ərizənin yazılmasını, yəni məndən istəyə bilər. Ərizələrə yazıb e-mail, WhatsApp ünvanına göndərə bilər. Bir də hörmətli icazə, sizdən xahiş edirəm. Baxsınızsa, videodan faydalanırsınızsa, imkan daxilində, yəni kimin gücü nəyə çatırsa, kanala dəstək üçün iyanə etsin. Diqqətinizə görə sağ olun. Sağ olun, hörmətli icazə.